Salam dostum, Node School kanalına xoş gəlmisən. Bugünkü dərsimiz Edit Poly'ə həsr olunmuş seriya dərslərdən biridir. Edit Geometry bölməsi ilə tanış olacağıq. Başlayaq birinci constraint-dən məhdudlaşdırmaq. Vertexlərə keçək. Seçək bir verteximizi. Constraint hal-hazırda none-dur, yəni heç bir məhdudiyyət yoxdur və biz verteximizi hər tərəfə apara bilirik, çəkib. Edge seçdikdə yalnız edge üzərində hərəkət edə bilir. Elə bir ki, qatar reyslərin üzərində hərəkət eləyir. Yalnız bu iki edge başqa yerə gedə bilmir. Bu funksiyaya irəlidə biz artıq modelləmə praktikalarına keçəndə tez-tez istifadə edəcəyik. Lazımlı bir funksiyadır bu. Face poligonların üzərində hərəkət eləmək olur. Verteximizi poligonlarla hərəkət elətdirə bilirik. Face. Normal isə normallarla hərəkət eləmək olur. Yəni qabağa, arxaya normal nədir artıq biz bilirik. Əgər baxmamısınızsa keçib videoya baxa bilərsiniz. Növbəti əməliyyatımız Preserve UVs. Əməliyyatımız nə edir? Belə bir divarımız var və divarımızı uzadmaq istəyirik. Uzadan zamanı görürük ki, bizim teksturamız divarla bir yerdə uzanır və yayılır. Bu baş verməsin deyənə aktiv edirik Preserve UVs və divarımızı uzadanda görürük ki, teksturamız artıq korrekt olaraq divarla bir yerdə düzgün formada yerləşir. Növbəti alət Create-dir. Vertexlər üzərində olanda Create seçəndə sadəcə mouse'un sol düyməsini klik etməklə yeni vertexlər yaranır. Amma bu funksiyadan demək olar ki, istifadə etmirik. Amma poligonlara keçəndə, create edəndə poligonlarda istifadə edirik. Mouse'un sol düyməsini klik edirik. Birinci verteximiz yaranır. 2, 3, 4, 5. Misal üçün belə bir poligon istəyiriksə, əməliyyatımız bitdikdə mouse'un sağ düyməsini basırıq və poligon yaranır. Poligonun soldan sağa və sağdan sola çəkəndə normalları fərqli olur. Soldan sağa çəkəndə normallar aşağı baxır. Sağdan sola çəkəndə normallar yuxarı baxır. Yəni çəkmə qaydasında normalların hansı istiqamətdə baxmağına təsir edir. Növbəti əməliyyat kollaps əməliyyatıdır. Kollaps da weld kimi işləyir. Sadəcə ən maksimal nəticəni göstərir. Yəni seçək bu vertexlərimizi və kollaps edək. Bütün vertexləri bir araya gətirib weld eləyir. Bu həm vertexlərdə, həm edge'lərdə, həm də ki poligonlarda işləyir. Bütün elementləri gətirir bir nöqtəyə və onları weld eləyir. Attach və detach bir elementi digər elementə attach etmək. Məsələn, çaynıqı seçirik, attach və digər elementi buna attach eləyirik. Avtomatik olaraq bu element, ikinci elementimiz birinci elementin materialların özünə götürür. Material xüsusiyyətlərin özünə götürür. Əksinə kubumuzu seçək, attach edək çaynıqı və görürük ki, çaynıqın rəngi kubumuzun rənginə döndü. Attach etdikdən sonra sağ düyməni basırıq, əməliyyatdan çıxırıq və indi iki fərqli element, amma bir obyektdir. Yəni çaynıqı seçsək, bizim kubumuz da seçilir, amma elementlərə keçəndə bunlar fərqli elementlərdir. Attach etdikdə onun da ayarları var. Ayarları açanda hal-hazırda səhnədə olan obyektlərdir. Onun settingini açırıq. Listdə Ctrl-A bütün obyektlərimizi seçirik və attach. Detach funksiyası nə edir? Deməli, elementlərdə detach sadəcə detach edir. Seçək elementimizi və görürük ki, elementimiz detach olunub. Artıq burada açıq görürük ki, detach olunmuş poligonun yerində açıq yer qalıb. Bir də yoxlayaq detach as clone. Seçək bu poligonlarımızı. Detach element kimi yox, as clone kimi. OK. Görürük ki, yeni bir elementimiz yaranıb həmən poligonlardan. Bu artıq yeni bir obyektdir. Seçdiyimiz poligonlar yerində qalıb, heç bir açıq yer yoxdur. Bu poligonlar isə yeni bir obyektdir.
Yəni bu kuba heç bir aidiyyatı olmayan yeni bir obyektdir ayrıca. Bu detachın funksiyasıdır. Detachın yəni sadə və detachın element kimi kopyası. Bu isə detachın klon kimi kopyasıdır. Slice plane'i seçirik. Görürük ki, belə bir sarı rəngdə dördbucaq ramka əmələ gəlir. Bu bizim kəsiyimizi göstərən ramkadır. O həm düz ola bilər, həm də ki, onu istədiyiniz dərəcədə çevirə bilərsiniz. Və görürük ki, ramka olduğu yer tam olaraq kəsilən yer kimi göstərir və yeni bir segment yaradır. Slice plane'in də iki cür versiyası var. Yəni hal-hazırda sadəcə slice plane aktivdir və slice edirik. Görürük ki, burada yeni bir segmentimiz yarandı. Slice plane'i söndürək, elementlərimizə keçək və görürük ki, hələ də bir elementdir. Yeni bir segmentimiz yaranıb, segmentimiz bağlıdır. Yəni vertexlərə keçəndə görürük ki, bir dənə vertexdir burada. Edge-lərə keçək, slice plane'i aktiv edək və slice plane'in böyründə split düyməsi var. Onu da aktiv edirik. Biz artıq edge-lərdən dərsimizdən bilirik ki, split bizim bir segmentimizi iki yerə bölür. Yəni kəsiyimizi bura yerləşdirək və slice edək. Slice plane-dən çıxaq, elementimizi seçək və görürük ki, burada artıq iki fərqli element var. Yəni vertexləri seçəndə görürük ki, burada iki vertex yaranıb. Slice plane-də split aktiv etdikdə kəsdiyi ərazi, yəni yeni bir segmentimiz avtomatik olaraq ayrılmış olur. Slice plane'i həm düz, vertikal, horizontal, həm istədiyiniz bir bucaqda yaradıb slice eləyirsiniz. Əməliyyatı bitirmək üçün slice plane üzərində yenidən klik edirik və görürük ki, həmən kəsilən yerdə yeni bir segmentimiz var, segment yaranıb. Növbəti əməliyyat quick slice'dır. O da slice plane kimi kəsik yaradır, yeni bir element yaradır, yeni bir segment yaradır. Sadəcə slice plane-də bizdə plane var. Yəni biz o plane-i görürük və istədiyimiz dərəcə ilə o plane-i verə bilirik. Amma quick slice-da plane yoxdur. Quick slice-ı seçəndə mouse'un sol düyməsini istədiyimiz yerdə klik edirik və belə bir punktirlər yaranır. Sanki bir bıçaq kimi və onu elementimizə, obyektimizə yaxınlaşdıranda görürük ki, mouse'un dalıyca gedən yeni yaranan segmentimizi görürük, kəsiyimizi görürük. İstədiyimiz yerdə saxlayırıq, mouse'un sol düyməsini klik edirik, artıq avtomatik olaraq burada bir kəsik yarandı. Quick Slice-da Slice Plane-dəki kimi split düyməsi var. Yəni əgər split aktiv olmasa, sadəcə yeni bir segment yaranır. Split aktiv olanda bu bizim artıq kəsiyimizdir və bizim elementimizi fərqli elementlərə ayırır. Növbəti alətimiz cut. Cut da kəsmək üçün istifadə olunur. Amma quick slice və slice plane-lə fərqli olaraq cut yalnız diagonal, horizontal işləmir. İstədiyimiz bir formanda kəsə bilərik. Cut həm vertexlərdə, həm edge-lərdə, həm poligonlarda da işləyir. Seçək vertexlərimizi görmək üçün və cut nə edir? Baxın, deməli, poligonun üzərində olanda belə bir dördbucaq işarəsi olur. Edge-lərin üzərində olanda belə bir üstəgəl işarəsinə oxşuyur və vertexlərin üzərində olanda balaca belə bir üstəgəl olur. Edge-lərdə böyük, vertexlərdə balaca üstəgəl və poligonlarda dördbucaq kimi görsənir. Cut istifadə etmək üçün seçirik cut'ı və buradan bura bir segment çəkmək istəyiriksə, vertexin üzərinə gəlib mouse'un sol düyməsini klik edirik. Yenə də punktirlərimiz yaranır. İstədiyimiz bir yerə, misal üçün bu vertexə yaxınlaşırıq və yenədən mouse'un sol düyməsini basırıq və yeni segmentimiz yarandı. Cut bizə davam eləmək üçün punktirləri göstərir. Əgər siz davam eləmək istəmirsinizsə, mouse'un sağ düyməsini basırıq və davam eləmirik başqa bir yerdən. Misal üçün bu vertexdən
bu verteksə yeni segment çəkirik. Yenə bizdən hər dəfə yəni soruşacaq ki, davam eləyək yoxsa yox. Əgər davam eləmək istəyiriksə, davam eləyirik. Qatımızı davam eləyirik, yeni segment yaranır. Artıq istəmiriksə sağ düyməni basırıq və katdan çıxmaq üçün katın üzərinə klik edirik, əməliyyatdan çıxırıq. Kat aləti ilə istənilən yerdə yeni segment yarada bilirik. Əgər uzun segment istəyirsə, hər dəfə hər segmentə klik etmək lazım deyil. Birində klik edirik, gətiririk, növbəti hara lazımsa ora klik edirik, avtomatik hər yerdə yaranır. Ziqzaq vari element də yaratmaq olur. Belə bir element yarada bilərik. Kat aləti ilə həm düz, həm də ki sferik formaların üzərində də işləmək olur. Yəni kat burada da işləyir. İstədiyimiz formanı sferanın üzərində də kəsə bilirik. Edge Geometry-də növbəti əməliyyatımız Mesh Smooth-dur və Tessellate-dir. Bu əməliyyatları buradan istifadə etmirik demək olar. Mesh Smooth artıq köhnəlmiş versiyadır. Yəni yenisi onun Turbo Smooth-dur. Turbo Smooth-dan istifadə edəcəyik. Turbo Smooth-dan da bir geniş dərsimiz olacaq növbəti dərslərdə. Tessellate isə bizim geometriyamızı, bizim obyektimizi yeni poligonlara bölür. Onu da yəni buradan da istifadə etmək olur, amma ayrıca modifikator stackında onun modifikatoru var və çox zaman buradan istifadə edirik. İterasiya çoxaldıqca görürük ki, poligonlarımız çoxalır. Yəni bir poligonu 4 yerə bölür. Bu Tessellate-dir. Yalnız modifikator stackından istifadə edirik. Növbəti əməliyyat make planardır. Bu tez-tez istifadə edəcəyimiz bir əməliyyat olacaq. Poligonlarımızı seçək, bunları extrude edək. Edit polygon, extrude, by normal və extrude etdik. Biz buradan bir arka proyomu yaratmaq istəyirik, amma üst divarımız yuxarısı düz olmalıdır, yəni düz bir divar olmalıdır. Bunun üçün make planar bizə yardım edəcək. Yanında olan poligonları silirik, seçilmədən silirik və üst poligonlara make planar. Make planar nə edir? Səthimizi düzləşdirir. Bütün vertex olsun, edge olsun, poligon olsun, hamısını bir yerə gətirir, bir düz səthə gətirir. Və beləliklə görürük ki, artıq arka kimi deyil, artıq bizim divarımız düzdür və belə bir arkalı proyomumuz oldu. Make planar həm düz, həm əyri, həm sferik obyektlərdə işləyir. Sferamızı götürək. Məsələn, bu hissəni düzləşdirmək istəyirik, sadəcə üstü qalsın. Edit poly, poligonlara keçirik. Poligonlarımızı seçirik və make planar. Onu həm make planar düyməsinə klik edib etmək olar, həm də ki oxlar üzərində. Məsələn, hal-hazırda Z oxu yuxarı baxır. Z-i bassaq, Z oxu ilə make planar olur. Hamısı yığılır bir yerə. Y oxu üzü o istiqamətdədir. Y-ka basanda poligonlar üzü Y oxu istiqamətində yığılır. Həmçinin də X-da üzü X istiqamətində yığılır. Və belə manipulyasiyalarla, yəni sferadan belə bir forma əldə etdik. Make planarda növbəti View Align, bir də Grid Align, bundan heç demək olar istifadə etmirik. Bu da ki make planara aiddir. Yəni baxış bucağından onu sıxır, make planar edir. Məsələn, view buradan baxırıq, buradan onu bu istiqamətdə onu sıxdı. Bu tərəfdən baxanda bu istiqamətdən sıxır. Grid Align də bizim gridimizə əsasən edir. Gördüyümüz kimi bu grid setkamız griddir və ona əsasən make planar etdi. Yəni bunlardan heç istifadə etmirik. Ən çox istifadə etdiyimiz make planar özüdür, öz düyməsidir və oxlar üzərindədir. Sonra harda lazım olur bizə, məsələn bir plane çəkək. Edit poly, burada bir connect, burada bir connect və belə hallar olanda məsələn biz seçə bilirik bütün vertexləri və bunları düzləşdirmək istəyirik make planarla. Y ox üzərindədir və Y-in üzərinə klik edirik. Görürük ki, vertexlərimiz düz xəttdə oldu. Növbəti funksiyamız relaxdır. Relax nə edir? Seçək sferamızı. Sferanın üzərinə edit poly əlavə eləyək və əlavə segmentlər artıraq və bəzi segmentlərə masştabını, yəni biraz scale edək. Front görünüşdən görürük ki, biraz əyrilik var. Poligonları seçirik və relaxı aktiv edirik. Relax həm mənfi, həm müsbət 1. Deməli, mənfi 1. Görürsünüz ki,
çıxıntılar daha da çoxalır. Müsbət 1 etdikdə çıxıntılarımız artıq yox olur, formamız hamarlaşır və iterasiya artdırdıqca forma daha da hamarlaşır, amma öz sferik formasını itirir. Yəni bu relaksda çox nadir hallarda istifadə edirik. Ən çox istifadə edəcəyimiz, yəni poliqon sayı çox olan yerdə, məsələn, divanlarda, kravatlarda, yumuşaq mebelin üzərindəki harda ki çoxlu poliqon var və biz orada skladka yaratmaq istəyirik. Orada biraz relaks funksiyasından istifadə edirik ki, poliqonlar biraz yumuşaq olsun. Növbəti əməliyyatımız bizim hide selectdir. Biz bilirik ki, hide selection nə edir? Bu obyekti seçək, mouse'un sağ düyməsini klik edəndə burada hide selection, yəni obyekti gizlətmək və unhide edəndə obyektimiz yerinə qayıdır. Poligonlar edit poly'nin daxilində də poligon edge vertex'in hide edib gizlətmək olur. Seçək poligonlarımızı. Məsələn, bu hissəni gizlətmək istəyirik. Poligonu seçdikdən sonra hide selection edirik. Yəni o poligonlar burada var. Formamız bizim tamdır, amma hide etdiyimizə görə biz bu tərəfdəki hissəyə daha rahat müdaxilə edə bilirik. Bizə maneə yaradan bu tərəfdən heç nə yoxdur. Qaytarmaq üçün yenə də sadəcə unhide all eləyirik. Amma bunun bir bug'ı var, belə deyək. Unhide edəndən sonra vertexləri keçirik vertexlərə. Görürük ki, sol tərəfin vertexləri yerindədir, amma sağ tərəfin vertexləri yoxdur. Bu bir Max'ın bir bug'ıdır. Vertexlərin üzərində olanda unhide eləyirik və görürük ki, vertexlərimiz də artıq qayıdıb. Yəni bunu unutmayın. Demək olar həmişə baş verir. Həm hide selection eləmək olur, həm də ki, misal üçün bu 4 poligonla işləmək istəyirik. Bunları hamısını seçməmək üçün 4 poligonumuzu seçirik və hide unselected, yəni seçilməmiş poligonları gizlətmək. Və beləcə sırf bu poligonlara müdaxilə edə bilirik. Sonra unhide edirik, vertexləri keçirik. Görürük ki, buradakı vertexlərimiz qalıb, amma digər vertexlər yoxdur. Təbii ki, burada da unhide all və vertexlərimizi qaytarırıq. Bu bizim edit geometry bölməsindən olan son əməliyyatımız idi. Edit geometry ilə bitirdik. Keçirik artıq edit poly'nin digər parametrlərinə. Bu soft selection'dır, paint deformation'dır və edit poly moddur.